Ramin, bəs həmçinin Ramazan ayı ərzində Ramazandan necə səmərəli şəkildə istifadə etmək olar? Sözsüz ki, Ramazan ayı yəni əslində bir məktəbdir. Və bu məktəb onun üçündür ki, sən Allah Teala'ya yaxınlaşasan və değişəsən, özünü değişdirəsən. Ona görə də əsas məqsədlərdən Ramazan bədəni təmizləmək deyil. Oruç tutmaq da bədəni təmizləmək deyil, qəlbi təmizləməkdir. Əsas məqsəd. Ona görə hətta alimlər buyururlar ki, bədən nəyə görə təmizlənir? Yəni nəyə görə bədənə yemək, içmək vermirsən müəyyən saatları ki, qəlb rahat təmizlənsin. Çünki insan tox olanda qəlbi təmizləmək çətin olur. İnsan görsən ki, tox olanda şəhvəti olur, fikirləri olur. Lakin insan o vaxt ki, yemək yemir, su içmir, artıq qəlbi təmizləməyə hazırdır. Bir çox insanlar bədəni yeməkdən susuz qoyurlar, lakin qəlbi təmizləmirlər. Ona görə əsas məqsəd olmalıdır, qardaşlar. Ramazanda sən başa düşməlisən ki, bu ay mənim üçün fürsətdir. Günahlardan çəkinmək. Çünki hamımız günah edirik. Və lakin Ramazan ayı fürsət ayıdır. Çünki sən halal olan yeməkləri, içməkləri, halal olan yeməkləri, içməkləri tərk edirsən, özünə sübut edirsən ki, haramı da tərk edə bilərsən. Hansı ki, o yeməksiz, içməksiz sən yaşaya bilmərsən. Lakin onları tərk edə bilirsən. Deməli, günahları da xüsusən tərk edə bilərsən və etməlisən. Yəni, tərk etməlisən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərin birində buyurur ki, mən ləm yada qavlə zur və əmələ bihi fəleysi lillah həcə ən yada ta'amahu və şərabı. O kəs ki, oruc vaxtı günah sözləri, günah əməlləri tərk eləmirsə, Allahın ehtiyacı yoxdur ki, o adam yeməyini və suyunu tərk eləsin. Yəni, yemək, su ona görə tərk eləyirsən ki, günahları tərk eləsin. Lakin suyu yeməyə tərk edirsən, sonra da yenə həmin günahları edirsən. Ona görə bu sözsüz ki, düzgün deyil. Və bu düzgün yanaşma deyil Ramazan ayı. Ona görə Ramazan ayı ən birinci sən ona necə yanaşmalısan? Bütün orada olan ibadətlər məni Allah'a yaxınlaşdırmalıdır, qəlbimi təmizləməlidir və məni değişdirməlidir. Allah'a daha yaxşı etməlidir. Və belə inşallah yavaş-yavaş bax, Ramazan başlayanda öz günahları bu tap, sən onları bilirsən və o oruc vaxtı öz üzərində işlə ki, Ramazandan çıxandan sonra artıq bu günahlar da səndə olmasın. Bence sələflərdən gələrdi, ibadətin qəbul olmağın əlaməti insanın değişməsidir yaxşı tərəfə. Ramazan başladı, sən artıq Ramazan qutardı, gördün ki, sən değişdin, yaxşı əməllər başladın eləməyə, hansı ki eləmirdin, günahları tərk elədin, hansı ki eləyirdin, bu əlamətdir ki, Allah subhanahu ta'ala sənin orada olan ibadətləri, oruclarını, Quran-ı Kərimi oxumayı və s. kimi ibadətləri qəbul edib. Allah subhanahu ta'ala bizim bütün ibadətlərimizi qəbul etsin. Əmin.